Böyük şirk demək Allaha rububiyyətdə, üluhiyyətdə, yəni ibadətdə və həmçinin Allahın ad və sifətlərində Allaha şərik qoşmaqdır. Və ümumiyyətlə böyük şirk həm etiqadda ola bilər, yəni insanın etiqadında ola bilər. Necə ki, məsələn, Allaha xas olan sifətləri, məsələn, qeybi bilmək kimi sifəti, yəni biz bildiyimiz kimi qeybi Allahdan başqa heç kəs bilmir. Bəli. Və yalnız Allah öz bəzi peyğəmbərlərinə müəyyən şeyləri, müəyyən qeybdən müəyyən şeyləri bildirir. Necə ki, Uca Allah Quranda buyurur ki, قُلْ لَا يَعْلَمُ مَنْ فِي السَّمَوَاتِ وَالْأَرْضِ الْغَيْبَ إِلَّا اللّٰهِ De, göylərdə və yerdə olanlardan heç kəs qeybi bilməz. Və əgər bir insan Allahdan başqa kiminsə, istər peyğəmbər olsun, istər imam olsun, istər övliya olsun, istər mələklər olsun, istər cin olsun, əgər etiqad edərsə ki, Allahdan başqa kimsə qeybi bilir, artıq bu, demək, Allaha etiqadda şərik qoşulmuş olur. Necə ki, günümüzdə bəziləri salih insanlardan, hətta imamlardan etiqad edirlər ki, imamlar qeybi bilir. Hətta elə insanlar var ki, deyirlər ki, heç ehtiyac yoxdur sən öz qəlbində olan istəyini dilə gətirəsən. Artıq imam və yaxud hansısa övliya bilir sənin qəlbindən keçənləri. Yəni, bu dərəcədə Allaha şərik qoşurlar. Halbuki Allahdan başqa qəlblərdə olanı heç kəs bilməz. Hətta Allahın Rasulü sallallahu aleyhi və səlləm belə qeybi bilməzdi. Bilməz ki, Allah Teala buyurur Quran-ı Kərimdə, əgər qeybi bilsəydim, özümə xeyri götürərdim. Xeyri və zərər mənə toxunmazdı. Bəli. Və həmçində etiqadda olan şirkdən biri də, məsələn, bir insanın Allahdan başqa məxluqun ruzu verməsini və yaxud şəfa verməsini və yaxud cənnətə salıb, cənnətdən çıxartmasını etiqad eləməsidir. Necə ki, günümüzdə yenə də buna şahidi oluruq ki, bəziləri deyir ki, İmam Hüseyin insanı cəhənnəmdən çıxarıb cənnətə salır və yaxud İmam Əli insanları cənnətə, İmam Əli radiyallahu anh salacaq. Hansı ki, bunlar demək, İmam Hüseyini və İmam Əli özü bu şeylərdən uzaqdır, yəni onlar belə şeylər deməmişlər. Bu sadəcə bəzi insanların İmam Əli və İmam Hüseynə olan məhəbbətlərindən dolayı onları ilahiləşdirib bu dərəcəyə həddaşmalarıdır. Yəni Peyğəmbərimiz sallallahu aleyhi və səlləm qeybi Allah Taala'nın ona xəbər verdiyi qədər bilir. Bəli, bundan başqa bilmir və həmçində bu da nə üçündür? Yəni Peyğəmbərlərin möcüzələrini, möcüzə olaraq, yəni onların peyğəmbərliyini təsdiqləmək üçün. Peyğəmbərdən başqa insanlar isə, bildiyimiz kimi, Məhəmməd Peyğəmbər sallallahu aleyhi ve selləm peyğəmbərlərin sonuncusudur. Ondan sonra peyğəmbər gəlməyəcək. Və bu o deməkdir ki, yəni ondan başqa kimsə qeybi bilə bilməz. Yəni Peyğəmbərimiz sallallahu aleyhi ve selləm sonuncusuzsa, ondan sonra peyğəmbərlər olmazsa, demək ki, ondan başqa qeybi heç kim bilə bilməz. Və həmçində demək, Allahdan başqa ruzi verənin və s. olmasını etiqad etmək, yəni şəfa filan pir övlad verir, filan pir şəfa verir. Məsələn, filan pirə gedib, məsələn, filan daşın altından keçən, bunlar hamısı yəni Allaha şərik qoşmaqdır. Allah Teala yəni bu şeyləri əmr etməyib. Həmçinin böyük şirk əməldə də ola bilər, əməllərdə də ola bilər. Necə ki, Allahdan başqasına qurban kəsmək, Allahdan başqasına səcdə etmək. Bu kimi əməllər, hansı ki, qurban, namaz, səcdə, bunlar yalnız Allaha olmalıdır. Allah Quranda nə deyir? Qul innə salati və nusuki və məhyaya və məmati lillahi rabbil aləmin. De ki, mənim qurbanım da, namazım da, ölümüm də, həyatım da aləmlərin Rəbbi olan Allah üçündür. Lə şərikə ləh, onun şəriki yoxdur. Və o ki, qaldı kiçik şirkə, yəni kiçik şirk nədir? Yəni bu böyük şirk bildik biz ümumi olaraq. Yəni həmçinin böyük şirklərdən birini də qeyd edək, duada qeyd edək. Bunu da qeyd edək. Çünki ən çox
Yəni böyük şirkin növləri çoxdur. Bəli, növləri çoxdur. İnşallah gələcək dərslərimizdə bəli toxunacağıq. Amma bu duanı xüsusilə qeyd etmək istəyirdim. Nə üçün? Çünki Allah Taala'nın Quranda tək ona dua edib, ondan diləməyi buyurmasına baxmayaraq, yəni ən çox ayələr də bu barədədir. Buna baxmayaraq, demək, insanlar yenə də dövrümüzdə baxırıq ki, bu günaha düşürlər, yəni bu şirkə düşürlər, bu növ şirkə düşürlər. Yəni Allahdan başqalarına dua edirlər, çağırırlar, mədəd istəyirlər. Ey filan kəs, ey filan kəs. Halbuki Allah Taala yalnız ona dua etməyi buyurub. Və hətta kafirlər belə, yəni Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin dövründə olan müşriklər belə, onlar ən şiddətli hallarında, yəni ən çətin hallarında Allaha qayıdırdılar. Yəni, tək Allaha qayıdırlar. Amma bugünkü dövrümüzdə fikir versək görərik ki, insanlar ən şiddətli hallarında Allahdan başqalarına qayıdırlar. Yəni, bu özü böyük bir müsibətdir. Yəni, əvvəlki müşriklərlə indi yəni, dövrümüzdə Allaha şərik qoşanların halı əvvəlki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm dövründə olanlardan daha pisdir. Çünki əvvəlkilər firavan hallarında, yəni yaxşı hallarında Allahdan başqalarına dua edirdilər. Amma çətin ana düşdüyündə, son məqamda baxırsan ki, tək Allaha dua edirdilər. Amma günümüzdə olan insanlar isə əksinə, çətin anlarında baxırsan ki, çətin anlarında Allahdan başqalarına dönürlər. Ən çətin vaxtlarında Allahdan başqalarına, ya filan kəs, ey filan kəs. Və necə ki, uca Allah Quran-ı Kərimdə buyurur ki, فَإِذَا رَكِبُوا فِي الْفُلْكِ دَعَوُوا اللّٰهَ مُخْلِصِينَ لَهُ الدِّينَ فَلَمَّا نَجَّاهُمْ إِلَى الْبَرِّ إِذَا هُمْ يُشْرِكُونَ. Yəni Allah Teala görürsünüz, bu ayədə deyir ki, Allah Teala onlar, yəni söhbət burada Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin dövründə yaşayan müşriklərdən gedir. Allah Teala buyurur ki, onlar, yəni Peyğəmbərin dövründə yaşayan sallallahu əleyhi və səlləm müşriklər gəmiyə mindikdə və çətinliyə düşdükdə, fırtınaya düşdükdə tək Allaha dua edərlər. Yəni, bugünlər insanların əksəriyyətinin halı odur. Yəni, görən çətinlikdə dərhal Allaha yalvarır. Əksinə, bəs problem odur ki, elə insanlar var, çətinliyə düşəndə Allahdan başqasına qayıdır. Yəni, problem odur. İki qat qayıdır. Bəli. Məsələn, adi hallarda bir dənə qurban kəsirdisə, hansısa bir pirə və yaxud hansısa bir qəbrə, şiddətə düşdükdə iki dənə qurban kəsir. Və Allah Teala nə deyir? Deyir ki, onlar gəmiyə mindikdə və çətinliyə düşdükdə tək Allaha dua edərlər və dini xalis Allaha aid edirlər. Allah Teala onları qurtardıqda, xilas etdikdə isə Allaha şərik qoşurlar. Fikir versək, Allah Teala burada nə adlandırdı? Onların Allahdan başqa dua etdiklərinə Allah Teala onları şirk adlandırır. Dedi ki, فَلَمَّا نَجَّاهُمْ إِلَى الْبَرِّ İzə hum yüşrikun. Onları Allah Teala xilas etdikdə isə onlar Allaha şərik qoşurlar. Yəni, əvvəl qeyd elədiyi kimi, çətinliyə düşdükdə Allaha dua edirlər. Çətinlikdən qurtardıqda isə şərik qoşurlar, yəni Allahla yanaşı başqa şeylərə dua edirlər. Və bir hekayəni yadıma düşdü. İkrimə ibn Əbi Cəhl, yəni Əbu Cəhlin oğlu İkrimə. Bu insan düzdür, sonradan İslamı qəbul edir, sahabədir, radiyallahu anhu. Bu əvvəl İslamı qəbul etməmişdən əvvəl, yəni Məkkənin fəthindən sonra bu İslamı qəbul edib. İslamı qəbul etməmişdən əvvəl Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə ən çox əziyyət verən insanlardan biri idi və atası da Əbu Cəhldir. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Məkkəni fəth etdikdə onun qanını halal etdi. Yəni onu, yəni bildiyimiz kimi Peyğəmbərimiz sallallahu əleyhi və səlləm Məkkəni fəth etdikdə, yəni insanları əmin-amanlıq verdi. Yəni heç kimi, yalnız bəzi insanları harda olurlarsa olsunlar, onları öldürməyi əmr etdi. Çünki onların İslama olan o düşmənçiliyinə görə. Və onlardan biri də İkrimə ibn Əbi Cəhlidir. Və İkrimə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm Məkkəni fəth edəndən sonra qorxusundan bilir ki, yəni eşitdir ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, bu insanlar, yəni adlarını çəkir, hətta Kəbənin örtüyündən yapışmış olsalar belə onları öldürün, qaçır. Yəni minir gəmiyə, Məkkədə bildiyimiz kimi dənizin, qırmızı dənizin sahilindədir və minir gəmiyə qaçır, qaçmaq istəyir.
və dənizin ortasında bunlar külək qalxır, tufan qalxır, bunlar demək fırtınaya düşürlər. Bəli. Və gəmidə olan müşriklərdən biri, bunların başçısı deyir ki, yalnız Allaha dua edin. Bəli. Bu məqamda sizi Allahdan başqa heç kəs kömək etməz. Yəni, belə bir söz işlədir. Və İkrimə İbn Əbi Cəhl düşünür ki, fikirləşir, deyir ki, əgər fırtınada, yəni ən çətin anda mənə Allah kömək edirsə, yəni bütlər bu halda mənə kömək etmirsə, fırtınadan çıxdıqdan sonra, yəni xilas olduqdan sonra da mənə Allah kömək edəcək. Yəni Allahdan başqası mənə yardım edə bilməz. Və özü əhd bağlayır ki, əgər mən Allah təala məni bu bəladan qurtarsa, yəni bu fırtınadan qurtarsam, nicat tapsam, mən gedib Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə əlindən tutacağam, öpəcəm və onu beyət edib İslamı qəbul edəcəm. Və elə də elədi. Yəni xilas olduqdan sonra onun zövcəsi gəlir Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə bildirir ki, bəs o İslamı qəbul etmək istəyir və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ona aman verir. Yəni onu demək bu əvvəlki hökmü qaldırır onun üzərində. Yəni burada nəyə demək istəyirəm ki, fikir verin. Onlar gəmiyə mindikdə, fırtınaya düşdükdə, çətin anda Allaha dönürdülər. Amma indikilər isə çətin anda, ən çətin anlarda əksinə 2 qat qaydırlar Allahdan başqasına. Hətta görürsən ki, Allah Taala o çətin anda onları qurtarır. Məsələn, bir neçə il bundan öncə o zəlzələ olanda insanlar çıxıb hamısı Allaha dua edirdi, Allaha sağ. Amma o zəlzələ ki, sakitləşdi, ara keçdi, hamısı başladılar yenə də öz pirlərinə, qəbirlərinə qurban keçməyə, Allahdan başqasına. Bu demək böyük şirk barədə bu qədər.